Herkese salam, kanalıma ve videoma hoş geldiniz kızlarınca siz. Yeni vlogla ben Games Deniz, bu kanalın sahibi sizin karşınızdadır elbette. İlk öncelikle kızlar xahiş ederim sizden benim bu kanalıma abone olun veya videoma like atın veya videoma bol ve güzel yorumlar yazın. Çok sevinirim həqiqətən. Bu arada mən abone olana mən də abone oluram, narahat olmayın. Bu arada dəqiqdir. Bax, bilənlər bilir ki, kim mənə abone olur, mən də onlara zaten abone oluram. Bilənlər bilir. Bilənlər yazsın ki, həqiqidir. Xahiş edirəm. Çox sevirəm sizi qızlar. Bugün ayın tarixini demək istəyirəm öncəliklə sizə mən. Bugün qızlar ayın 13'üdür, yəni bugün 13 yanvardır. Artıq yanvar ayının 13-cü günündəyik. Ən əsası 2026-ya artıq 13 gündür girmişik. Şükür Allaha, bu gözəl Rəbbimə çox təşəkkürlər edirəm həqiqətən. Belə qızlar, girişimiz belədir. Umarım inşallah ki videonu sevərsiniz. Çok hoşunuza gidecek bir vlog hazırlamışam sizin için. Zaten indi başlayırıq. Bu arada başındaki limonlar kombinə uyumsuz. Belə çox da abartır görünür. Limonlar soruşsaz qızlar. Bugün vlogda ne var? Unpacking var. Kargolarımı birlikte taşıyaq sizinlə. Əlbəttə gəmişək kimi kargoları birlikte açıyoruz arkadaşlar, tabii ki de. Evet, ve ana göre de ben buradan gördüm ki ay Allah, Ecem'e sipariş ettiğim geçen bu limon formasında, bu yılda limon trendiydi 2025'te. Biz de 2025'te almadık yazıq şaka 2026'da aldık. şaka. İndi istədi çünkü ben, daha doğrusu istemedi. Ben hoşuma geldi. Dedim ki trendli koy mənim kısmında da olsun. Niye de olmasın arkadaşlar. Limon, vallahi Ecem'in bu limon broşkalardan xəbəri yoxdur. Elə özümə maraqlıydı ki, görən nə var. Siz əslində açmamışam. Açım, sadece eşədim görüm nə var, nə yox. Belə üzdən biraz şeyləri biraz üzdən gördüm ki, nə var, nə yox. Çok bayağı bir şey var kızlar, ama çok qəşəngdilər hər biri əlbəttə. Neyse, bu limonları çıxardım ya başımdan. Çok qəribə görünür nəsə. Vallahi çok qəribə görünür. Bu Ecəmin də qaldı Ecəmə. Deməli qızlar, açaq birlikdə sizinlə birlikdə qızlar kargomu açaq. Videomuzun ilk hissəsi nə olsun? Unpacking xəbərdarlıq. Kanalımda bunu demək istəyirəm sizə. Fikir vermişəm, mənim heç xəbərimdə olmayıb da. Əslində normalda elə deyildi. Səsi qəşəng 300 səviyyədə idi. Mən həmişə vloglar 300 eləyirəm. Qapıda, bəli. Video izləyirəm. Video indi kanalda yayınlanıb. İzləyirəm. Görəm videoda qətiyyən səs yoxdur. Videonun axırına yaxın səs açılıb. Mən neynidim? Sildim videonu tezdən. Eyni videonu çəkdim, montaj elədim, baxaq fotosunu hazırladım, paylaşdım daha qısa formatda. Səsində elədim 500. Bu niyə belə olur? Ümumiyyətcə bəzən proqramlarda heyf ki, yəni problemlər yarana bilir. Bilmirəm nəyinə əlaqədardır. Heç bir problem bizdə olmuyor. Vlog da qəşəng səsi ola. Bir də görürsən ki, vlogun səsi olmur. Onda biz blogerlər neyinirik? Videonu kanala paylaşmışıqsa, silmək məcburiyyətində qalıb tezdən paylaşmaq məcburiyyətində qalırıq. Onu əgər ya arxivdən də silmişiksə, yenidən çəkmək və ya da heç çəkməmək məcburiyyətində qalırıq. Bir önəmli vlog idi deyə ona görə çəkməyə məcburiyyətində qaldım və daha qısa oldu. Mən əvvəl çəkdiyim vlog 22 dəqiqə idi. Bu vlog oldu 16 dəqiqə. Əslində mən elə özüm 16 dəqiqə elədim. Necə yəni?
Vlog yoxsa 13 dəqiqə idi. Mən düz qoş etdim. Nə bilim, ona outro, intro falan giriş çıxışda əlavə etdim. Oldu şükürlər 16 dəqiqə, biraz gözə çox görünsün də belə deyək. Heyf qızlar. Bilirsiniz ki, məndə bu çantadan var idi. Amma 2 ay öncə cırıldı, heyf ki. Amma çox qəşəngdir və dəniz üçündür və qalın materialdadır. Amma bilmirəm niyə qırıldı ipləri və cırıldı. Əsəb pis hal düşdü. Çünki məndə 2 il idi artıq var idi. Məncə artıq atmaq zamanı idi. Amma mən onu atmaq zamanını bildiyim haldan sonra düz 2 dəfə taxmışdım. Nə yalan deyim. Çünki ondan sonra biz onu biləndən sonra 2 dəfə də daha, hətta 3 dəfə dənizə getdik. Mən birində cırılanda mecbur qaldım ki, heç nə aparmayım da. O vaxtki dönəmlərim yadıma düşdü lap onda. Hə, общем, o 2 dəfə mecbur oldum apardım, yoxsa aparmayacaqdım. Dedim, yenisini almaq zamanıdır və eynisini aldım qızlar. Qızılı rəngi yox, ən yaxşı çəhrayı rəngidə bantik falan da var, çox qəşəngdir. Bunun ağzı bağlana da bilir, açıla da bilir. Bu arada bura sizin üçün aldığım hər şeyin adresini qoyacağım. Yəni Avatar World oynayanlar üçün və ya da nə zamansa oynamaq istəyənlər üçün qoy bildiriş olsun ki, nədən almaq və götürmək lazımdır. Bunu mən hardan almışım? Giftlərin içərisində sonuncu elə giftlərdəndir qızlar. Amma yenə də promo kodunu falan, yəni nömrəsini də kodunu yazacağım sizin üçün. Narahat olmayın. Bizim otağın işıqlandırması zəifdir. Bu ledlər yanırdı normal olaraq. Bu ledlər çox zəifdir nəsə. Çox dəhşət. Bu qar ledləri var. Bunlar bizdə artıq 3 ildir var və çox zəifdilər. Nəsə, bunu da yandırdım onları. Sonra ağlıma gəldi ki, burada bizdə işıq var. Bunu yandırdım indi. Nəysə, belə. Onu almışam, o çantanı gördünüz. Hə, gəldi indi uşaqlar üçün nə almışam qızlar, göstərim. Əlinin, qızlar, oğlum Əlinin 8 yaşı var da, deməli, bunu sizə başa salmaq istəyirəm. Qızlar, Əlinin üzü qurudu da, yəni atasına oxşuyub, atası, yəni Sənanın üzü, dərisi quru dəridir. Məndə amma yağlı dəridir. Qızım Ecəndə dərisi yağlı dəridir. Bəli, üzr istəyirəm hər kəsdən. Ən çox da böyüklərimizdən əlbəttə. Məncə o belə böyüklər baxmır. Nəysə, boş verin. Deməli, qızlar, Əlinin, ya oğlum da evimizin böyük, oğlumun üzü qurucu, dərisi qurudur. Qurusu dərdi nədir? Estağfurullah. Hə, uşağın üzü yuyur eləyir. Soyuq su ilə yuyanda ən çox baş verir. Ona görə artıq o soyuq suyla yumur. Soyuq suyla yuduqdan sonra ən çox ya şaxtada olandan sonra üzündə belə qabıq çıxır. Ona görə mən də bu mazı keyfiyyətli gördüm, bildim. Hər kəs tərif edir. Gördüm ki, puanı da qəşəng yüksək idi. Dedim, niyə görə də almayım bunu? Zaten bizə lazımdır, kremdir. Bunu aldım mən. İndi görək, bundan istifadə edim, görüm. Həqiqətən bu təriflənməyə layiqdirmi? Bunun qəşəng bir effekti varmı? Oğlumun üzü necə olacaq? Hamısını sizinlə qəşəng paylaşacağım, narahat olmayın. Bu krem belə getdi qızlar, uşaqlar üçün. Bəli. Kremləri bir yana qoyum. Daha doğrusu elə bura qoyum. Belə bir termometr aldım. Bizi termometr, bilmirəm, bilirsiniz ya bilmirsiniz. Var idi əslində, amma nə bilim köhnələrdən idi. Onu da biraz çətinlik çəkirdik. Sonradan da xarab oldu da qızlar, bildiniz necə. Ona görə biz şey olduq. Mən də dedim ki, onda əgər niyə görə biz bunu belə keyfiyyətsiz işlədirik ki, üçün tez termometr alaq da nə olar ki, nə sevincliyimizdə tutmuşuq ki, belə çox qəribə. Belə bir pudra almışım oğlumun üzü üçün. Əlinin belə kompartizat, belə bir şeylər falan. Dedim, lazım olar da. Belə şeylər zaten bizdə nə bilim belə şeylər çox azdır, ona görə yəni aparat şeylər. Ona görə də dedim ki, elə belə olsun. Burada bu kremdir, saç şampunudur. Əliyə almışam. Əlin saçlarını uzadacaq. Həm də qıvırcıq saçlar üçün baxımdır. Bu da vitamindir qızlar. Bitmiş tədəsini aldım.
Gəldiğinde bu kitabla. Qızlar, baxın, belə bir qəşəng kitabdır. Ona mən sevdim, nə yalan deyim, görünüşünü. Burada qəşəng nağıllar var, qızlar. Baxın, nə deyir? Deməli, türk dilindədir bu arada. Anneciğimin tatlı tatlı. Anneciğimin kendisi kendi gibi tatlı tatlı kelimecikləri. Çox qəşəng nağıllar var burada uşaqlara oxumaq üçün ağıllı, maarifləndirici. Ona görə də mən də alım. Vaxtından yanmışam. Yəni Avatar World kreşdə təbii ki də. Bu kitab da onun kimidir. Yuxu yatırıcı nağıllar var burada daha çox. Burada da normal nağıllar var. Məncə çox qəşəngdir, almağa dəyər. Bu arada mən qızlar birini alana biri hədiyyə idi kampaniyasından istifadə etmişəm. Ona görə ikisini almışam. Normalda bunu alardım normal. Bu da yuxu gədirici kitab daha hədiyyə verdi. Çox sağ olsun. Sonra gəldi belə bir mişqa, qızlar. Uşaqlara almışam. Mən çox da bunu Ece çox sevdi. Köklü dovşan, nə bilim maraqlıdır da uşaqlar üçün oynayırlar. Belə bir şey aldım. Belə qoyum. Belə gəmi aldım. Buna baxın, maraqlıdır. Uşaqlara əlbəttə. Bir də belə cıq-cıq aldım. Nə bilim uşaqlar bəlkə oynayar. Çünki mən onların uşaqlıqlarını yadına salarım. Qızlar, ən maraqlı şeyə gəldik. Uşaqlar üçün yox, özüm üçün aldığımı təsdiqləyə bilərəm bəlkə də. Çox şirindir. Ama bax işığı yanır və çox şirindir və çox peluşdur. Uşaqların çox sevdiyi oyuncaqlardan biridir. Birində Əliyə almışam, birində Ece'yə. Çox şirindirlər. Ən çox mən Əli üçün aldığım mavini bəyəndim. İsticə bənzəmir əslində. Normal, yəni belə şeydə, mişqa, peluş oyuncaq. Bəli qızlar, eynən. Elədir ki var. İndi mən bunları yerləşdirim qızlar. Gəlin başqa kargoları açaq birlikdə. Nə qədərdir qızlar? Çünki həqiqətən wow! Bizim bitmeyen Stanley termos sevgimiz şaka mı? C2 seviye termos bağımlılığı. Niyəsə nə qədər bu qədər termosdan inan ki birində işlədən yoxdur. Uşaqlar məktəbə aparırlar. Nə yaxşı ki onlar işlədirlər. Yoxsa belə işə bir dənə lazım olur da. Bir də sənə aparır onu. Mən aparmaram. Çox yadımdan çıxır. Həqiqətən bu qədər Stanley. Bu mənim kimin? Ha, bu yox. Biz sənin anandı arkadaşlar. Hətta mənə nə dedi bilirsiniz? Nə dedi sizcə? Dedi bunu mənim dedi yatağımın yanına qoyursan yatan zaman içməyə. Bu da Sənanındır bu arada. Sənan özünə 2 dənə alıb, biz də keçən səfər aldığına görə. Bunlar da qızlar belə deyək də. Bunu kimə almışıq qızlar? Bunu qaynanama almışıq. Türkiyəyə gedəcək yaxın zamanda. Onu da Türkiyəyə gedəndə qaynama aparacağıq. Dedi ki, qıyqmamanın türümüz olsun qəşəng. Bu mama üçün saxlayırıq ona görə. Sizə bunu bilmirəm hara qoyum. Bu da zaten dediyim kimi də yəni əlinindir də qızlar. Deməli bunu qoyuruq. Yox, bunu qoyuruq daha doğrusu. Bu da dediyim kimi əlində, ona görə qoyuram hara? Əlində otağına əlbəttə. Əlin otağında dinləsə heç yer yoxdur. Buradan qəşəng nəsə əlavə eləmək lazım dinləsiniz. Yapmıyoruz ama maalesef. Bunu bura qoyuruq. Nə gündə də yazıq oğlumun otağı. Arkadaşlar bana videodan azab çəkdirməyin. Deməli, gəldik nəyə? Qızlar, buna baxın. Çox qəşəng, bantikli, pəmbə bir dənə çanta aldım. Hardan aldım? Bildiz bu mağazalardan. O korичневый çiçəkli mağaza var. Göstərərəm. Bura qoyacağım siz üçün. Oradan baxın. Necə gözəl durur. Wow! Da belə. Bu arada qıza demək istəyirəm mən sizə. Bugün saat 9'un yarısı durmuşam. Yoldaşmışı salmışam. Yola salmışam. Saat 10'a kadar bir səhər yeməyi elədikdən sonra saat 11'e 10 dəqiqə keçmiş. Sizə vlog atmışam. İndi də baxın saat 12 tamamlayır qızlar. Belə şamları almışam. Mən bir şamdan olaraq əlbəttə. Bunu baxın bura belə qoymaq istəyirəm. Bunda baxın qızlar ən qəşəng yaraşan yer bura. Baxın bunu da bura qəşəng qoyursunuz. Vay kim olur da həqiqətən. Super. Bu zaten buranındır belə. Bunu belə qoya bilərik.
Neyse, bunu ümumiyyətcə ləğv eləmək lazımdır. Bunu qızlar ömrü gedib. Al qızım, sən bunu saxla. Tamam mı? Thank you var mən. Qızlar, bu ayaqqabılar var. O qədər sevirəm. Bundan mənim deməli qardaşımın yoldaşında vardı. Mən həmişə geyinirdim onunkilərini. İndi mən özümə onlardan tezəsini aldım. Super. Bu da getdi mənim. Hara? Əlbəttə ki, yeni ayaqqabılar da sırasına qızlar. Super. Sonra belə bir qışıb bandan aldım. Nə bilim, əslində bir o qədər xoşuma gəlmədi. Nə yalan deyim. Bandanaları hara qoyurduq? Bura. Bunu arxaya qoymaq zorunda qaldım. Çünki yerləşmir ora qızlar. Belə qoyuram. Bunu da belə qoyuram. Ayda estetikliyi getdiyi bajı. Bunu da bura qoyuram. Oh my god. Niyə olmur bunlar? Mən hər şeyini bura qoymalıyam. Neyse. Kızlar, belə bu ayaqqabılar görmüşsünüz. Bu burada nə edir? Buldum. Gəldik ən gözəl qisma. Bu mənim ayaqqabılarımdır. Bəli, açıq rəng, çəhrayı rəng, açıq çəhrayı rəng. Altı da ağ, boz, iplər də boz. Çox gözəl. Gördüm ki, qızlar, bu il nəsə çəhrayı rəng, bu 2026-ya yaxında, belə harda bir dekabr ayından 2026 trendə minir. Çoxu nəsə belə pəmbə geyinir. Böyük adamlar belə şirin geyinməyə üstünə verir. Mən də dedim, niyə özümə qəşəng belə şirin pəmbiş ayaqqabı almayım ki? Niyə görə mənim qəşəng çəhrayı sport kombinlərlə qəşəng belə çəhrayı mənim niyə krasovkam olmamalıdır ki? Niyə? Amma çox sadə deyəm. Bunun tatlışlığı yoxdur da heç. Çox qəşəng göründü ayaqlarımda. Wow! Mən amma keta çox sevirəm qızlar. Mən sport dəlisiyəm, ona görə də mən keta çox sevirəm və hər zaman keta geyinirəm. Nədir? Ayaqlar bu oyuncağa baxın. Bu burandı. Belə. Bu kostyumlar da bir wow'du bildiyiniz qızlar. Super də göstərim sizə. Wow, qızlar, sizcə çox gözəl deyilmi? Wow, möhtəşəm bildiyiniz. Super, bu kostyuma bayıldım. Qırmızı, belə ağ. Qızlar, nə qəşəng kombinlər edərəm. Topiki də altdan olan kropudur mu? Topikidir, məncə topikdir. Yox, kropdur. Kropu çox qəşəng qalındı. Bu pencəyə qəşəng qalındı, isti materialdır, yəni isti saxlaya biləcək və istilədən. Şalvar da eynən. Mükəmməl. Wow deyirik yenə də. Qəşəng sərin havalarda geyinməliyik əsla deyim bilib. Bildiniz hardan aldım dəniz təmasını. Super qızlar, indi bundan sonra nə? Yenə də mum. Wow. Əsla bu bura uymur. Gəlin bunu bura qoyaq. Neysə ki artıq. Bu çünki bura uymur qətiyyən qızlar. Bunu mən hara qoya bilərəm? Sizcə? Ecən ələni otağına qoyaq. O da qırmızı rəngsi. Gəldik yenə oyuncaqlara. Bu oyuncağa bir dənə baxın qızlar, həqiqət. Boynun yerlədə çox bir şey şirin görünür. Bunu sizcə hara üçün aldım? Ecənin otağına qoyaq da. Əlinin otağına qoyaq da. Evet, sevər deyə düşünürəm inşallah. Bir də belə bir kofta. Özümə aldım. Sarı yaşıl. Sarı və ya da yaşıl kombinlərindən deməlik bu da qəşəng qalan isti materialdır əlbəttə. Tabii ki de. Bu arada kropu tək sizə göstərmək istəyirəm. Tək də belə krop, yəni pencəyəsiz belədir. Pencə ilə də belədir qızlar. Belə şalvar zat. Hop. Qutardı bunlar. İndi bunları göstərəcəm sizə qızlar. Narahat. Bu kurtadan əvvəl məndə var idi. Bunun bir daha böyüyü. Onu daha böyüydü. Bu mən daha qəşəng razmini sifariş elədim və onu verdim mamama. Mamama da qəşəng dar kofta kimi oldu, super. Qrop kimi. Mama da altdan topik geyinib üzərindən mon geyinib çox qəşəng görünür. Bu kombin ideyasını sizə vermiş oldum. Bu da şalvar da belə. Materialı Adidas materialdır. Yəni ki, evdə geyinmək, qəşəng belə ipli falan, cibli, ipli, qalın. Nəsə bir yana da indi geyinləri belə sport şalvar. Belə qəşəng içi yun, isti saxlaya bilən, necə deyim, qalın, belə sportda da rahat. Belə geyinsə qəşəng kombinsən də. Gedirsən də bu qrupa, üstündə qəşəng pencə izal və ya da stop elə. Valla buna belə qəşəng mən buna görə bir dənə qəşəng göy bir dənə sport jaket alıram. Geyinirəm, gedirəm. Selamcısan, mən sport qızam, mən sport oldum da deyə bilərsiniz. Yəni super qızlar. Bəyəndim, bəlkə deyirəm elə mənim bugünkü kombinimdə bu olsun, nə deyirsiniz? Ya da yox adam, mən bugün dünən axşam geymişim bunlara, nə yapıyorum? Çox qəşəngdilər, ay Allah, necə bayıldım bunlara. Qızlar, bu arada mən bilmirəm, bilirsiniz, bilmirsiniz. Güya mən sizə demişdim axı ki, qızlar, buralarına qutaraq.
Mən demişdim ki, sizə mən qızlar avokado əkmək istəyirəm. Hətta göstərmişdim ki, sizə ki, bəs mən qızlar nə etmişəm? Gedib qəşəng bir dənə avokado tuma alım gətirmişəm ki, qəşəng bir dənə qab alım, yəni qab alım qoyum çölə. Orada qəşəng neyim avokado tumunu səpim ora, qəşəng qulluq eləyim, baxım eləyim. Qəşəng orada avokado ağacı yetişsin. Sonra da ona yenə baxım eləyim, sonra qəşəng avokadoları mənə versin. İnanın ki, eləyə bilmirəm. Nə o qabı ala bilirəm, nə avokado tumuna bir baxa bilirəm, nə avokado tumuna qulluq üçün nələrsə fikirləşə bilirəm, heç nə. Belə. İndi eləyirik, çünki saat 1-ə 20 dəqiqə qaldığına görə gedirəm. Günorta yemeği yapmayı arkadaşlar, çünkü saat 9'da 10'da da 10'da yemeği yemişik. Qızlar saat deməli 13:28-dir və mən makaron qəşəng süzdüm. İndi də süzdüm, yəni qaynatdım, sonra süzdüm. İndi də qızardıram qəşəng belə baxın. Bəh. Soğan, tomatlı makaron. Arkadaşlar bugün sizinle beraber makarna yapacağız. Ben bir makarna yapıp geliyorum. Bir şey olur bu arada, bakın. Puştadı ya diyeyim size. Burada ben iri qəşəng belə qazanda elədim. Yeni qazanları almışam nə qədər. Heç belə eşyalar almışam nə qədər. Gəlməyini gözləyirəm, amma gəlmir niyəsə. İnşallah yaxın zamanda gəlib çıxacaq da. İnşallah gələn vlogda da sizə göstərmək istəyirəm onları qızlar. Siz də görəsiniz ki, mən nələr almışam, nələr almamışam da. Yəni görməyəsiniz ki, mən 2 tavan, 2 də qazanın əlindəyəm. Xeyr, belə deyil. Bunlar mənim cehizdiyimdə, hətta mən işlədirəm də, yəni. Hətta mən bu cehizləri deyim sizə baxışdırım. Deyim də. Bir 3 ildə bunları işlədirəm baxışım mən. Bir 4 il olar. Hə, 4 il olar. Mən bunlar cehizlərimi işlədirəm bir şey. Düşün, bir şey tetiz şeydi də. İşlədirik də. Nə olub işlədirik də. Valla süper kızlar. Qəşəng də pişirir. Bomba kimidir. Bu qiymətlər qızlar bahadır həm. Həm də bunlar orijinal markadan deyə, qəşəng markadan, populyar tanınmış markadan bilənlər bilər. Süperdirlər bunlar, bunlar şeydirlər. Hə, mamam gedib ən yaxşısını almış işte benim için, anladınız mı? Ona görə də qızlar 3 ildir mən bundan qəşəng istifadə edirəm. İşte kendim gibi kendim 3 ildir də işlədiyorumdur. Yəni yeni əslində qazanlarım var nə qədər. Hətta mən 2 dənəsi mamam ilə qoymuşam. Deməli 2 dənəsi burdadır. Şeydə blokda. Podyezddə də, hə, nə deyirəm ay Allah. O hər şeyi saxladığımız bir yerdir də. Amma bilmirəm o 2 tavan gətirim yoxsa gətirməyim. Onların biri xarab olub, onlar heç. Onlar deməyə bir şey bilmirəm. Onları atacağım. Qalır orada biri. Onlara heç nə olub tez-tezədilər. Heç onların ağızlarını açmamışam valla. Bilirəm ki, bu cehizləri saxlayayım qızlar qəşəng. Onlardan işlədim. Valla. Həm bunlar qəşəng qalsın, baxmadı indi də. Həm də ki, nə bilim, onlar işləməsin qoy. Vay makaron. Hə, belə qalsın, yəni demək istəyirəm. İndi qəşəng gözümə çay süzmək istəyirəm. Yandım qızlar. Vay. Suzundan mən bilmirəm neyim. Axır vaxt daha çox belə kofe, çay bir şey içməyə almışam. Neysə, yaxşı. Belə, bunun üstünə biraz da mən nar şərab tökmək istəyirəm. Qəşəng olsun da baxmayın. Süper, bu da pişir. Bizdə indi inşallah bu pişəndə saat 2-yə qədər yeyəcək. Qızlar, deməli saat 4-ün yarısıdır. Yəni 15:30'da, artıq 15:31 oldu. Biz qəşəng keçinə qızlar yemək makaron pişirdim dediyim kimi. Yedik, içdik. Bura qəşəng düzənə saldım. Gəldim sizin qarşınıza yenidən. 15:32 saat raddələrində təzə bir şey tapdım qızlar. Bu pişirdiyimiz yeməyi var ya, qəşəng ağzını bağlayırsınız möhkəm. Atırsınız sobanın içine koyursunuz ki heç bir şey toxunmasın. Heç bir şey. Bizdə niyə qızlar? Bir dəfə Ecəm özün yandırıb yeməklə. Mən bir dəfə su pişirmişdim da şorbada indi. Hə, Ecə də gəldi.
O vaxtda bu var qaz daha balaca idi. Ece'dən eyni boydaydı. Ece götür bu qazanı, böyle tut, Ece yerindən ha. Hə, qulpundan tutmuşdu və qazan da bir pis yerdə dayanmışdı. Qaynanam bişirmişdi, şorbanı çox sağ olsun. Qaynanam güləydi. Bu da nə olub? Şorba. Dağıl qızın üstü. Nə yaxşı ki, ilıq idi də, bir o qədər isti. Amma yenə də qorxub da, həyəcanlanıb, qorxdu. Biz apardıq həkimə falan sakitləşdirdik, gətirdik. Belə. Hə. Heç nə. Qəşəng. Yazdıq uşaq. Ona görə ən yaxşısı, heç kim dəymir bu sobada. Heç görülmür də burada. Biraz kölgəsi görünür. Onda bizim uşaqlar fikir verin də. Bizim uşaqların da böyüklər dəymirlər ona, rahat olmayın. Balaca uşaqlar olanlar üçün deyirəm bunu. Mən yenə də bura qoyuram. Zaten soba işləmir axı üstə. Mənim soba lazımdır. Mən elə işini bişirmirəm axı sobada. Ona görə soba işlənməyən vəziyyətdə, yəni bu qazanı qəşəng ağzını bağlayıb qoya bilərsiniz ki, bura qəşəng təhlükəsiz qorunsun, həm də ki, nə bilim, nə üçünsə. Sobanı həmişə isti olaraq, ona görə qoyun daha isti qalmasını istəyirsə. Ən çox mən bu aşda olmağı mamam həmişə belə yeyir. Onunla yadıma düşdü ki, mən normal yeməyi eləmirlər ki, ancaq aşda mamam deyir ki, onu bəlkə bükəsən, ağzını möhkəm bağlayırsan, qoyarsan bir yerə, nə bilim, qoy isti qalsın, aşı isti yeyərlər. O yeməyi də isti yeyərlər, qəşəng makaron bişirmişəm, orada tomatlı, soğan tomatlı, orada makaron bişirmişəm. Onu yə isti qalmasın bəs. Makaron çox qəşəngdir bu arada. Qəşəng yayıldı, vay. Yedik, biraz da qaldı. İndi axşam gələcək qızlar, sən anda verəcəm. Sən anda yeyəcək bunu. Sən anda yeyəcək bu qəşəng makaronu. Çox qəşəng düşüb bu arada, əllərimə sağ. Bacınız, nə bilim, bacınızın əlləri qızıldır, qızlar. Birisi nədir? Qızıl. Brilyant. Hə, eynən. O qədər qəşəng dadlı yemək elə pişirəm ki, nuş olsun. Əllərimə sağlıq. Hə. Necə deyim? Göz haqqınızı halal edin. Super. Mükəmməl. Nəysə, daha bəs özümü təriflədim. Ay bacı. Dənci daha bəs özümü təriflədim. Özümü biraz yığışdır. Yığışdırdıq. Start. Ha, yəni deməsim superdir qızlar. Belə eləyin sizdə. Taktika. Pardon, taktikalar yaradır, adiyim bilin. Bu nəsə mən bilmirəm. Enerjidəyim maşallah. Tü maşallah. Nəysə. Bilmirəm nə edeyim. Baxaq görək nə var burada. Heç nə. Nə bilim. Bir-iki gün, ümumiyyətcə bu havalar soyuq olan ərəfədə, qışda ən yaxşı yeməli yeməklərdə xəmir xörəkləri. Makarondur, vermişildir, makarondur, sonra xəncəldir, gürcü xəngəlidir, nə bilim, düşbərədir. Yəni belə isti xəmir yeməkləri yenə də qəşəng isti yoxdur ki, adam istilənsin, belə qəşəng qızınsın, xəstə yerlərin zaddan qorusun, mikroblar çıxsın, sarımsağın zad. Ay Allah, işləndiyim şey. Hə. Ona görə mən nə dedim ki, qoy belə eləyim də bacım, nə olar ki? Makarondan biraz qalıb, indi axşam gəlsin, Sənan da yeyəcək. Qəşəng iri boşqabla. Biz də yeyəcəyik. Orada qalacaq parası bir 2 boşqablıq şey. Hə, biri Sənanın pay olacaq, biri də bilmirəm daha kimin olacaq. Ölçdük. Təxmini yəni 2 boşqab, maksimum 3 boşqab olar da. 3-cü boşqabda yarım olar. Yəni ondan artıq olmaz, inanmıram belə. Vay, qızlar, saat 4 oldu, bayramınız qurban. Paltarları aparmalıyam əslində, amma aparmıram. Niyə görəm? Əslində bir-iki dənə orada paltar var. Yumağa lazımdır da. Onu gətirəcəm, narahat olmayın. Gətirəcəm, onları da yuyacam. Onları yuyandan sonra da mən aparacam, yuxarı qoyacam. Qızlar, bu yolka elə buradan yığışdırılmayıb. Bu yeni ilayçələr elə buradan yığışdırılmayıb. Bugün 13 yanvardır, 13 gündür gəlib. Nəysə. Burada da qızlar, keçən səfərki vlogda yuduğum paltarlardır. Yanvarın 7-si yuduğum paltarlardır qızlar. Yanvarın 7-si o paltarlara astım elə. Vaxtım olmadı zaten 9 yanvar götürdüm. 9 yanvar bunlara astım. Opşim, 4 gündür bunlar burada da bu yazdıqlar. Nə bilim valla. Bunları dedim gətirim alım, yığım da daha doğrusu. Bəli. Baba, yolka düşdü yerindən. Qızlar yolka düşməmiş qutardı, şükür Allah. Lap yaxşı, yazıq yolku dilə gəlib ki, abala. Day bəsdirin, məni aparın qoyun yerimə. Mən yazığam da, yeni il qutardı, gələn yeni ilə qədər saxlamalı deyilsiz ki məni. Ola düz deyir bu yazıq yolkada qızlar, inansız. O qədər yazığım gəlir bu yazıq yolkaya. Super. Bu da sizin ayətli klibimiz. Muhtaşamsınız. Nəysə. Robota soran qoşun qoy, işləsin qızlar. Şimdi buraları təmizləsin qoy. Vay, evdən çıxan toza bax. Vay. Bax, burada şey görür. Bu şarad da partlamır ya, canımız
Aa, şar partladı. Yaxşı oldu vallahi, nə yalan deyim. Qızlar ölmüşük nasız bu şarların əlindən. Ne kadar şar olar ay bacı, nasıl dəli olmuşuq. Ay qardaş, buralarda toz sürənlər. Ne bileyim. Qızlar bu vakit üçün dev unpacking oldu. Sonra ne oldu bacım? Heyf. Hə. Bir də ki qızlar, gəlin elə yolkanı sökək sizinlə. Mən belə planlaşdırıram. Valla. Yeni sezonunu ne edirik? Çıxardırıq. Kəs bir sənə sonra. Buraları süpürdü, buraları da süpürdü. Gələ. Buradan başlasın. Ya Allah de başla. Hı. Kızlar indi ne edirik? Bunu patlatak. Gözümün indi bura. Okey. Okey. Bura belə bu yeni şeyimdə. Gərək. Yeni qızlar çıxardım. Yani. Soram kızlar ne var? Bu yolka burada mı qalıb? Ay Allah. Sonra ne var baxaq. Yeni ilə ait. Ay Allah, bunu neşin yerindən tərpətdim adı mən. Bilmədim qızdır. Həqiqi bilmədim ha. Belə. Yeni ilə ait. Bax yeni ilə ait baba bu var qızlar. Bunu əsə çıxartmaq istəmirəm, nə yalan deyim. Bu mişqanı mən bir yerə qoyam qızlar ən yaxşısı. Bir dəqiqə. Mən bunu bir vay yer eləməliyəm. Bunu heç biz işlətmirik də. Düz deyil. Bunu bura qoyaq qış. Ay Allah, necə gözəl görünür. Vay. Görün də gözəlliyim pozurdum hər şeyin. Digər qızlar. Bu da əslində yaxşıdır, ev şeydir. Bir dənə bu ceyranı götürürəm. Su. Boy. Az bu jaket niyə burada qalıbdı? Qızlar bu jaket çox qəşəngdir ya, deyim bilin valla. Süper bəyəndim mən bu jaketi. Qızlar saat 6-dır. Yuxarıda da, aşağıda da olan hər bir şey mən qəşəng yeni ilə ait şeylər çıxartdım. Şükür Allaha. Uşaqlar da yuxarıda eləməyə kömək edirlər. Burada çox sağ olsunlar. Mən minnoşlarım, ürəklərim. Deməli, evdə tost soranladım. Deməli, buranın tost soranladı bu robot. Tost soranım. Hə. Bir də hamamı mən ona qədər sildim, süpürdüm. Tez bazar yerinə sildim, döşəmələri sildim, süpürdüm. Hə, hamamı çünki dünən qəşəng təmizləmişəm. Bu arada qəşəng devasa bir təmizlik vlog gələ bilər, deyim bilin. Hə, mən bu hamamı silib süpürənə qədər o robotda elə girişi də elədi, qəşəng giriş yerdə. İndi kuxna eləyir, yəni mətbəx eləyir, təmizləyir. O təmizləsin, o robotu qaldırım yuxarı, qoy yuxarını təmizləsin. O yuxarıda bizim kompüter otağını, yəni girişdə ikinci mərtəbə. Sonra bizim geyinmə, bizim hazırlama otağımızı, sonra bizim mənim yataq otağımı, yəni bizim yataq otağımızı, uşaqların otağını, otağı robotdan təmiz eləyək. Bu gün sizinlə unpacking elədik, yəni kargolarımı açdıq birlikdə. Qəşəng kargolar, devasa kargolar gəldi. Və bu gözəl kargolarımın sayəsində bu vlog əlbəttə ki, çox qəşəng şəkildə uzun oldu arkadaşlar. Buradan baxıram uca baba neçə dəqiqə oldu. Vay, elə bu uzanacaq ha editlərdən zadına. Sonra dediyim kimi uca saat yəni 7-yə işləyib. 20 dəqiqə qızlar. Sənan gəlir indi. Yoldadım. 6-da çıxışda. Səhər saat 9-da gedir. Nədir? 6-da gəlir, 7-10 dəqiqə işləmişə qədər, yəni qalır, ondan sonra gəlir. İndi gəlir. Hə, çıxıb işdən. Gəlir, dedi ki, indi çıxdım işdən, gəlir. Qəşəngdən süfrə atacağım qızlar ki, axşam yeməyi üçün. Qəşəng 7-də Sənan gəlir, 7-də saat axşam yeməyi yapalım işte arkadaşlar. Biz 2-də günorta yemək yemişik. Normaldır da, yəni 5 saatdan sonra gecə yeyirik hətta. Şimdi belə saat 7-də Sənan gəlir, qəşəng axşam yeməyi yeyirik. Qabları yuyuram, buranı düzənə salarım, yatırıq option. Saat 9-da 10-da maksimum. Belə, sonra nə edirəm qızlar? Yolkanı yığışdırdım. Hə. Yolkanı apardıq şükür Allaha. Hətta belə bir şey deyim sizə. Burada qəşəng oturub şəkil çəkdirmək istəyirəm. Nə deyirsiniz? Belə qızlar, belə. Süfrə normal olaraq qəşəng hazırdır, yəni hazırlamışam.
Saat da uje 7-yə qalıb 10 dəqiqə. Daha doğrusu 8 dəqiqə qalıb. 18:52-dir. Sənamdan hələ səs xəbər-küy, səs-küy, xəbər yoxdur. Yəni hələ gəlməyib. Əslində normaldır, yəni hələ də gəlməməyi. Yoldadır yəqin. Qəşəngdən probkaya düşüb yəqin tıxacdadır. Elə təsəvvür edirəm. İnşallah yaxşı olar hər şey. Geliyor işte. Süfre de artık hazırdı. Onu bekliyoruz. Çocuklar da süfre başında bekliyoruz. Sağlaşmak istedim çünkü saat 7'dim. Bundan sonra dediğim gibi yemek yiyeceğim. Evi düzenleyeceğim. Kapılar yiyeceğim. Yattık. Bundan sonra maraqlı bir şey yoktu zaten bildiğiniz gibi. Hem de vlog çok uzun oldu kızlar. Az sonra ne yapacağız? Sagollaşmak üzere arkadaşlar. Evet de. Vay vay. Arkadaşlar. Ne oldu? Saat 19:12'dir. Yəni 8-ə işləyib 12 dəqiqə. Sizə sağollaşmaq yadımdan çıxıb. Əslində normalda o bir kadara sağollaşacaqdım. Nəysə, yenə də dedim qoy vlog daha uzun olsun, daha qəşəng maraqlı olsun. Saat 19:13-dür hal-hazırda və Sənan abiniz gəldi. Enişteniz gelmiş bulunmaktadır arkadaşlar. Bulunmaktadır nədir? Bulunmaktadır. Artık Türkçe bilmiyorum ya. Ben ne yapacağım? Hoş geldim Sənan Bey efendim. Hoş bulduk. Seni karşılamaya geldik arkadaşlarla beraber. Çocuklar da şu an geliyor. Kendine iyi bak. Yani narahat olma. Geliyor çocuklar. Seninle görüşmeye falan tabii ki de yani. Sen niye sana var ne yok? Selamünaleyküm. Hoş gəlib, səfalar gətirdin. Gel içeri gel. Qapını bağla, donduq soyuqdan. Mən əsasən dondum soyuqdan. Gördüyüm cəketi da giymişəm. Nə əcəb. Salam, necəsiz əziz və hörmətli dəyərli gözəl izləyicilər? Hər kəs salam. Gəl, mən şokdayam, yəni dondum mən. Nə almısan baxım? Şokolad. Wow! Nədir belə? Baxım qızlar. Wow. İri, bu nədir belə? Səncə nədir bu? Bu nədir? Deməli, ballı şey. Ballı şokolad. Ballı şokolad nə qəşəng maraqlıdır. Ballı qəşəng, iri dev. İçində nə qədər var şokolad. Dedim elə bunu alam gəlim də day, nə alım. Heç nə istəmədiniz ki məndən. Siz yeriniz alardım, yəni problem deyil. Həmişə əldə ol gəlirəm. Və əli boşda gəlməyə utandığım üçün dedim day, bir dənə maraqlı şey tapdım alım bunlar üçün. Yoxsa heç nə istəmədiniz. Cəbsə məndən heç nə istəmədiniz. Aşkım, mən istədim də day səndən. Nə istədim məndən? Dedim ki, yanında ketçup az qalıb. Naz qal, mən də dedim səhər alaram. Onda problem deyil aşkım, rahat olma. İki içəri, o da sən gəlmirsən. Xoş gəlib, səfalar gətirəməz. Bax, əsl o, həqiqətən. Gəlməyin çox xoşdur. Getdik. Haydi yallah bella. Eta papa. Nasılsın ata? Can, kız necəsən? Çox sağ ol. Arkadaşlar, onlar orada selamlaşıyorlar. Nasılsın atacığım? Yaxşıyım. Ay, teşekkür ederim. Ay Allah, bu adam her şeyi kendisi anlıyor ya. Bayılırım. Kendisine bayılırım şahsen de. Sana bir şaheser yaptım. Ne pişir misin? Ne pişir misin ilk sual? Herkes bildi. Dedim axı. Soğanlı qəşəng tomatlı, ketçuplu qəşəng də makaron eləmişəm. Diğerden şey alırdım. Merhaba, diğerden yoğurt alırdım. Yoğurt nədir aşkım? Hə, yoğurt nə idi? Yoğurt. Aşkım, yoğurt nədir? Rastişka. Anne. Hə can oğlum. Şey, qatıq. Hə, qatıq. Mən də duram. Arkadaşlar, Türklər şey, daxı. Türkdür, bax, unutmağa başladım. Ay Allah, sağ ol. Mən dilim dolaşır, vallahi ona görə də həqiqətən üzrünü sayım. Hə, qatıq. Qatıq da nə? Camış qatığı. Almam sanki. Var da evdə. Doğrudan var. İstəsəz yeyə bilərsiniz, onu tökərəm onda. Problem deyil. Yadımdan çıxıb xalda yedinə var. Yox. Sənan məndən yaxşı bilir arkadaşlar. Bilin abi, bunu deyin bilin. Yemək kimdən soruşsa Sənan abiniz biliyor. Xalda yedinə nə var, nə yox bilirəm. Sok da var, yağ da var. Zeytun yağı almamışdın. Bu səfər zeytun yağı nədən almadan anlamıyorum da səndən. Bilmirəm. Ne bileyim artık, ne yapayım artık. Neyse, gelin. Arkadaşlar, vlogu sonlandırmak istiyorum ama imkan vermirlər. Ben izleyicilerime sağollaşmalıyım. Tamam.
Gəlsə cips almışam. Ballı cips. Yo, cipsi de şokolad. Ballı şokolad. Deməli, kanalıma abunə olub, videoma like atıb, bol və gözəl yorumlar yazmağı unutmayın. Sizi çox sevirəm, çox sevinirəm həqiqətən. Siz mənim ürəyimsiz aşklarım. Siz bay bay. Özünüzə yaxşı baxın. Bu vlog inşallah xoşunuza getmişdir. Gələn gözəl vloglardakı arkadaşlar. Bay bay. Biz getdik. Saat 8'in yarısı gidiyoruz. Yemek yemeye, akşam yemeğine. Bye. Let's go start. Good morning. Good night.